Salam əziz şagirdlər. Bu günlərin biz mövzu sınaq 9-un suallarına baxacağıq inşallah. Birinci sualdan başlayaq. Birinci sualda Tunc dövrünə baş vermişdir sualıdır. Deməli, Tunc dövrünə aid olan hadisəni tapmalıyıq. İnsanların mağaralarda yaşamaya başlaması bu daş dövrüdür. İlk metalın kəşf edilməsi, ilk metal misdir. Mis də bilirik ki, daş dövrünün sonunda kəşf olunub. Ona görə də o da deyil. İnsanların maldarlıqla məşğul olması, bu da daş dövrüdür. Ox və kaman ixtira edilməsi, bu da daş dövrüdür. Burada doğru cavab D-dir. Yəni, insanların bostançılıqla məşğul olmaya başlaması. Xatırlayaq ki, Tunc dövründə yeni təsərrüfat sahələri, əkinçilik inkişaf edir, sonra yeni təsərrüfat sahələri yaranır. Yeni təsərrüfat sahələri nəzərdə tutulur nə? Bağçılıq, bostançılıq və üzümçülük kimi yeni təsərrüfat sahələri meydana gəlir Tunc dövründə. Davam edək. İkinci sual. Atropatena dövlətinə aiddir. Deməli, Atropatena dövlətinə aiddir. Paytaxtın Göyçə gölü yaxınında olması olmaz. Atropat Roma, çünki Göyçə gölü şimaldadır, Atropatena cənubda yaranıb. Atropat Roma ilə mübarizə apara bilməz. Kitabımızda da qeyd olunub ki, Atropat öləndən sonra onun yerinə gələn sonraki hökmdarların dövründə Roma ilə mübarizə aparıblar. Bu olmaz. Deməli, Atropatın başçılığı ilə Makedoniya İskəndərə qarşı müqavimət göstərmək. Əslində Atropat müqavimət göstərib, amma onda Atropatena dövlətinin hökmdarı deyil idi. Araz çayının ətrafındakı ərazilərin, deməli, ətrafı ərazilərin hakimi idi və o hakim olaraq İskəndərlə mübarizə aparıb, hətta sonra yaxınlaşıb, ittifaqa girib. Amma İskəndər öləndən sonra o yeni bir dövlət, yəni Atropatenanı yaradıb. Ona görə də bu da uyğunsuz cümlədir. Ərəb xilafətinin tərəfindən varlığına son qoyulub. Xeyr, Ərəb xilafətinə aidiyyəti yoxdur. Atropatena 3-cü əsrdə süqut edib, Ərəb xilafəti 7-ci əsrdə yaranıb. Ərəb xilafəti Albaniya dövlətimizin varlığına son qoyub 8-ci əsrdə və bir müddət Parfiya ilə həmsərhəd olub. Bəli, biz bilirik ki, Albaniya Atropatena xəritəsinə baxsaq, orada görərik ki, bəli, bir müddət Atropatena təbii ki, orada qonşularından biri kim olub? Parfiya olub. Üçüncü sual. Yusif Sacolu Qara Yusifdən fərqli olaraq Ərəb xilafətinin varlığına son qoymuşdu. Xeyr, Şirvanşahlar dövlətini asılı hala salmışdı. Hər ikisi asılı hala salmışdı. Bu da fərq ola bilməz oxşarlıqdır. Orta əsrlər dövründə hakimiyyətdə olmuş türk hökmdarları olmuşdu. Bu da oxşarlıqdır. Azərbaycan torpaqlarını birləşdirmişdi. Bu, bəli, Yusif Sacoglu'nun Qara Yusifdən fərqidir. Çünki Yusif Sacoglu zaten Azərbaycanı birləşdirən ilk hökmdardır. Qara Yusif isə, Qara Yusif, bəli, Şirvanşahlar asılı hala salsa da bilirik. Bu o demək deyil ki, Azərbaycanı birləşdirib. Azərbaycan tarixində belə qəbul edilir ki, Qara Yusif və Qaraqoyunlar Azərbaycanın torpaqlarını birləşdirən dövlət deyil. Ona görə də, həm də Qara Yusif də hökmdar deyil, Azərbaycanı birləşdirən. Ona görə bu Yusif Sacoglu'nun Qara Yusifdən fərqidir. Cənubda yeni dövlətin əsasını qoymuşdu. Yusif Sacoglu yeni dövlət yaratmayıb. Dövlətinin ən məşhur hökmdarıdır. Qara Yusif isə dövlət yaradıb. Deyəlim ki, Qara Yusifin Yusif Sacoglu'ndan fərqi soruşsaydılar, yeni götürə bilərdik. Amma burada Yusifin fərqini soruşur, Sacoglu'nun fərqini soruşur. Ona görə cavab D-dir. Davam edirik. Dördüncü sual. Dördüncü sualda deyir ki, Atabəylər dövləti haqqında düzgün fikirləri müəyyən edin. Deməli, Azərbaycan şimal torpaqlarında 12-ci əsrin 1-ci rübündə. 12-ci əsrin 1-ci rübü uşaqlar 1101-ci ildən 1125-ci ilə qədər edir. Və biz bilirik ki, o dövrdə Azərbaycanda dövlət yaranmayıb, Eldənizlər yaranıb. Deməli, Eldənizlər özü nə vaxt yaranıb? Şimalda yaranıb, amma nə vaxt? 1136-cı ildə. 1136-cı ildə artıq birinci yox, birinci rüb yox, ikinci rüb eləyir. Ona görə də bu səhvdir. İlk paytaxt Naxçıvan şəhəri idi, bu düzdür. Dövlətin sərhəddi cənubda İran körfəzinə qədər idi. Bəli, şimalda bilirik ki, şimalda necə idi? Deyəlim ki, bu Atabəylərin xəritəsinə baxsaz, görərsiniz ki, orada şimalda Dərbənddir, cənubda da burada İran körfəzi var və ona görə də cənubda İran körfəzinə qədərdir, yəni aşağı hissəsi. Bu da doğrudur. Şirvanşahların varlığına son qoyub, xeyr. Düzdür, Azərbaycanı birləşdirib, amma Şirvanşahları asılı hala salaraq, varlığına son qoyaraq yox. Onu Səfəvilər dövləti eləyib. Ona görə burada doğru cavab B-dir, 2-3. 5-ci suala baxırıq. Sxem sualıdır. Şirvanşahlar dövlətinə aiddir. 10-cu əsrə aid olan ifadələr verilib. Yadellərlə mübarizə aparmaq, paytaxtın yaşamaq olması. 16-cı əsr boş buraxılıb. 16-cı əsrə aid olmalıdır və Şirvanşahlara aid olmalıdır ifadə. Qızılbaşlarla mübarizə aparmaq. Bəli, doğru cavab budur. Biz bilirik ki, 15-ci əsrdə də, 16-cı əsrdə də deməli, Qızılbaşlar Şirvanşahlarla mübarizə aparıb. Biz bunu həm Şeyx Heydərdə gördük, həm də Şeyx İsmaildə görürük. Zaten Şeyx necə şah oldu mövzusunda bilirsiniz ki, orada belə bir hissə var. Deyir ki, Şeyx İsmail mübarizəyə başlayanda Gülüstan qalasını mühasirəyə alır və orada sərkərdələrinə müraciət edir ki, sizə Azərbaycan taxtı lazımdır, yoxsa Gülüstan qalası. Gülüstan qalası da Şirvanşahların paytaxt şəhərlərindən biri olan Şamaxıda
olan bir qaladır. Ona görə də A cavabıdır. Digər cavablar uyğun deyil. Niyə görə? Çünki Şamaxı şəhərin paytaxta çevrilməsi əvvəlcədən var idi. Paytaxt olması, məsəl üçün deyəlim, biz Sacilər ən azından 9-10-cu əsrdə Sacilər xəritəsinə baxsaq, orada görürük ki, Şirvanşahların paytaxtı yenə Şamaxıdır. Amma bizdən 16-cı əsr istəyir. Azərbaycan şimal torpaqlarında meydana gəlməsi bu doğru bir şeydir. Amma niyə götürmürük? Çünki 9-cu əsrdə yaranıb, amma bizə 16-cı əsr istəyir. Həsən Padşahın idarə etdiyi dövlətlə mübarizə aparması xeyr. Həsən Padşahın dövləti Ağqoyunludur və Ağqoyunlularla bilirik ki, Şirvanşahlar dost və müttəfiq olub, ümumiyyətlə yanlış ifadədir. Atabəy Eldəniz tərəfindən asılı hala salınması, bəli, belə bir şey var Şirvanşahlara aid, amma bu 16-cı əsr yox, 12-ci əsrdə baş verib. Ona görə də bir daha deyirik, doğru cavab A-dır. 6-cı sual, mətndə bəhs olunan dövlətin fərqli olaraq Sacilər dövləti. Mətninə baxırıq və mətndən anlayırıq ki, Nizami Gəncəvinin fəaliyyət göstərdiyi dövlətdən danışır. Biz də bilməliyik ki, bu Eldənizlər dövlətidir, yəni Atabəylər dövlətidir. Demək istəyir ki, Atabəylər dövlətindən fərqli olaraq Sacilər dövləti, Atabəylər dövlətindən fərqli olaraq hansı fərqi var? Deməli, Ərəb xilafətinin süqutu nəticəsində yaranmışdı. Bəli, elə doğru cavab budur. Ərəb xilafəti, əstəğfurullah, bu səhv olur. Niyə? Bir daha bax, görürsünüz, mən də aldanmışdım az qala. Baxmayaraq ki, sualı özüm yazmışam. Diqqətli olmaq lazımdır. Baxın, görürsünüz, burada süqutu yazıb. Olmaz, xilafətin süqutu olmaz. Xilafətin dağılması nəticəsində olsaydı götürə bilərdik. Amma süqut olduğuna görə olmaz. Çünki xilafət, demişəm bunu əvvəlki dərslərimizdə, xilafət 13-cü əsrdə süqut edib, Sacilər isə 9-cu əsrdə yaranıb. Ona görə də əlbəttə ki, olmaz. Şirvanşahlar dövlətini asılı hala salmışdı. Hər ikisi asılı hala salmışdı. Bütün Azərbaycan torpaqlarını birləşdirmişdi. Hər ikisi birləşdirmişdi. Kürd çayından cənubdakı torpaqlarda yaranmışdı. Hər ikisi Kürd çayından cənubdakı torpaqlarda yaranmışdı. Zaten Eldənizlər Kürd-Araz çayrasında yaranıb, yəni Kürdən cənubda yaranıb. Sazilər isə Arazdan cənubda yaranıb. Arazdan cənubda olan ərazilər uşaqlar eyni zamanda Kürdən cənubda sayılır. Xəritəyə baxsınız, bunu aydın şəkildə görərsiniz. Və bir müddət xilafətə xərac ödürdü. Bəli, doğru cavab budur. Sazilər bir müddət xilafətə xərac ödüb. Bunu da bilirsiniz. O xəracı dayandıran da kim idi? Dayandırmaq istəyən və dayandıran Yusif Sacıoğlu. Davam edirik. 7-ci sual. 7-ci sualda deyir ki, 8-ci əsr Azərbaycan tarixinə aiddir və bu Azərbaycan tarixi olmalıdır. Azərbaycan torpaqlarının ilk dəfə yədələrinin yürüşünə məruz qalması təbii ki, bu yanlışdır. Bu eradan əvvəl olub. Babəkin rəhbərliyi ilə azad hərəkatının başlaması, ümumiyyətlə Babək ilə bağlı olan bütün hadisələr 9-cu əsrdir. Xilafətin zəifləməsi nəticəsində yeni dövlətlərimizin yaranması, bu da 9-cu əsrdir. Şimal torpaqlarımızda dövlətçilimizə son qoyulması, bəli, bu cavab budur. Söhbət Albaniyanın varlığına xilafət tərəfindən son qoyulmaqdan gedir. İslam dininin Azərbaycanda yayılmağa başlaması, bu da uşaqlar 7-ci əsrdə başlayır İslam dini yayılmağa, ona görə bu da deyil. Doğru cavab B-dir. 8-ci sual, deməli 12-ci əsr Azərbaycan mədəniyyətinə, mədəniyyətini görürsünüz, dairəyə alıram, mədəniyyətinə aiddir. Yəni həm 12-ci əsr olmalıdır, həm mədəniyyət olmalıdır. Naxçıvan memarlıq məktəbinin əsasının qoyulması, bəli, bunu kim eləmişdi? Memar Əcəmi. Türk dilinin dövlət dili elan edilməsi səhvdir. Bu 16-cı əsrdə baş verib, Səfəvilər dövründə. Olsaydı dövlət yox, olsaydı ünsiyyət dili, o zaman götürmək olardı. Amma burada dövlət dili yazıb olmaz. Siyasi sabitlik nəticəsində əhalinin güzəranından danışırsa, bəli, belə siyasi sabitlik nəticəsində əhalinin güzəranı, yəni iqtisadi cəhətdən əhalinin vəziyyəti yaxşılaşıb. Bu da yəni iqtisadiyyatdır, mədəniyyət deyil. Yəni normalda bu hadisə 12-ci əsrə aiddir, amma biz niyə götürmürük? Çünki mədəniyyət deyil. Yusif İbn Küçəri türbəsinin inşa olunması, bəli, cavablardan biri də budur. Memar Əcəmi tərəfindən inşa olunub. 1-4, yəni doğru cavab C-dir. Davam edirik. 9-cu sual. Ərəblərin Azərbaycana yürüyüş ərəfəsində, ərəfə nə deməkdir uşaqlar? Bir hadisədən biraz əvvəl olan hadisə. Yəni deyəlim ki, həmən önündə olan bir hadisə, bir baş verəcək hadisənin həmən önündə, əvvəlində baş verən ilk hadisə, o ərəfə sayılır. Yəni çox-çox əvvəl yox, həmən əvvəlində olmalıdır və baxırıq, Azərbaycanın cənubunda müstəqil dövlətimizin tərəfindən idarə olunur. Xeyr, biz bilirik ki, ərəblərin yürüyüşü 7-ci əsrdir və ilk yürüşləri. 7-ci əsrdən əvvəl cənubda dövlətimiz var idi mi? Yox idi, artıq yox idi. Əhalisinin əksəriyyəti müsəlman idi, xeyr. Zaten ərəblərin ilk yürüşlərindən sonra biz İslamı qəbul etməyə başlamışıq. Babəkin azadlıq mübarizəsi, əlbəttə ki, bu da olmaz. Hələ bir İslam dini yayılmalıdır. Üzərindən xeyli müddət keçməlidir ki, sonra Babək 9-cu əsrdə bir hərəkata başçılıq eləsin. Şimal torpaqlarımızda müstəqil dövlətimiz var idi? Bəli, doğru cavab budur. Çünki biz nə deyirik? 7-ci əsrdə ərəblər Azərbaycanın ilk yürüşləri edəndə Azərbaycanda cəmi bir dövlət var idi, o da Albaniya. Albaniyada harda yerləşirdi? Şimalda. Və Azərbaycan əhalisi vahid dini inancı sahibidir? Xeyr.
yürüşdən sonra yavaş-yavaş Azərbaycan əhalisi artıq vahid dinə, yəni İslam dininə sahib olmağa başlayır. Dolayısıyla ərəb yürüşləri ərəfəsində şimalda bəli dövlətimiz var idi, yəni Albaniya var idi. Doğru cavab deyil. Qədim Albaniya dövlətinə aid deyil. Deməli, qədim Albaniya dövlətinə aid deyil 10-cu sual. Qəbələnin paytaxt olması olub. Parfiya dövləti ilə eyni dövrdə mövcud olması olub. Xilafətdən asılı hala düşməsi bəli, doğru cavab budur. Çünki bu hansı dövrdür? Orta əsrlərdir. Orta əsrlərdir. Çünki orta əsrlər xilafətdən asılı hala düşüb Albaniya 7-ci əsrdə, uşaqlar artıq 3-cü əsrdən sonra Azərbaycanda orta əsrlər dövrü sayıldığına görə qədim Albaniyaya aid ola bilməz. Deməli, İberiya ilə Xəzər dənizi arasında yerləşir. Bu da qədim Albaniyaya aiddir. Sənətkarlıq, ticarət inkişaf edib, bu da doğrudur. Albaniya dövlətinə aiddir qədim dövrdə. Orta əsrdə olan C hadisəsi olduğuna görə orada biz C-ni götürməliyik. 11-ci sual. Deməli, sxemi əsasən düzgün cavabı müəyyən etmək lazımdır. Yusif Sacıoğlu Dərbəndin tutulması, bəli, Dərbəndi tutub. Səlcuqlar dövlətinə asılı hala düşməsi, xeyr, onun dövründə Səlcuqlu dövləti yoxdur, həmən B-ni çıxırıq. Tiflis şəhərin idarə olunması, bəli, idarə edib. Öz adından pul kəstirməsi, bəli, kəstirib. Yeni dövlətin əsasını qoyması, xeyr, o dövlət qurucusu deyil, məşhur hökmdarıdır, bayaq da dedik. Heydər Kabusoğlu xilafətə qarşı mübarizə aparması, xilafətə qarşı mübarizə aparmayıb, xilafətin sərkərdəsi olub, yanlış. Deməli, bu yanlışdırsa, deməli, avtomatik anı da çıxırıq. Ərəb xilafətinə rəhbərlik etməsi, xeyr, o ancaq sərkərdə olub, zaten B-ni çıxmışıq. Bəz qalası uğrunda gedən həlləcə döyüşdə iştirak etməsi, bəli, iştirak edib. Öz adın Türk mənşəli sülalənin nümayəndəsi olması, bəli, Sacilər sülaləsi nümayəndələrindəndir. Orada da kitabda da yazılır. Və yerdə zaten çıxmışıq. Sacilərin əsasını qoyması heç əlaqəsi yoxdur. Burada da bir çıx qoyuruq. Burada da çıx qoyuruq. Burada da çıx qoyuruq. Gəldi Şəmsəddin Eldənizə Oğuz xalqlarına xidmət etməsi, xeyr. Bu ifadə Səlcuq bəyə aiddir. Zaten anı çıxmışıq. Böyük Atabəy titulunu almasını alıb. Amma biz bu iki şey, deməli, Yusif Sacıoğlu ilə Heydər Kabusoğlu səhv olduğuna görə B-ni zaten çıxmışıq. Özünü Turan Sultan adlandırıb, yanlış. Bunu da sildik. Bunu özünü kim adlandırıb Turan Sultanı? Təbii ki, Əmir Teymura aiddir bu ifadə. Ona görə də bu da olmaz. Və təbii ki, burada doğru cavab D olacaq. Çünki Eldəniz Azərbaycanı birləşdiribmi, idarə edibmi, vahid şəkildə bəli. Böyük Səlcuq dövləti idarə etmir, xeyr. Hə, doğru. Burada biz aldana bilərik ki, Böyük Səlcuq dövlətini yox. Məsələn, İraq Səlcuq Sultanlığı var, Böyük Səlcuqlu dövlətin tərkibində. Bəli, onu idarə edib, o bizi yanılda bilər. Amma istənilən halda bu yanlış ifadədir, kitabda olmasa belə. Amma görürsünüz, o birilər zaten yanlış idi. Ona görə də heç bir problem yoxdur. Burada zaten bir doğru cavab qalır, o da D-dir. 12-ci sual. Albaniya dövləti Mannadan fərqli olaraq. Albaniya dövləti, Atropatena dövləti Mannadan fərqli olaraq Albaniya ilə həmsərhəddir. Eramızdan əvvəl mövcud olmuşdu, ikisi də olmuşdu. İslam dinini qəbul etmişdi, elə bir şey yoxdur. Parfiya dövləti ilə həmsərhəd olmuşdu, bəli. Paytaxtı Urmiya gölü yaxında yerləşirdi, xeyr. Urmiya cənubda Albaniya, bəli, paytaxtı Urmiya gölü yaxında yerləşirdi. Bu nəyə görə götürmürük? Çünki hər ikisinin paytaxtı Urmiya gölü yaxında yerləşir və bu oxşarlıq olur. 5 oxşarlıq olur, ona görə olmaz. Bizdən fərq istəyir. Romanın yürüşünə məruz qalmışdı, bəli. Dolayısıyla 1, 4, 6 C cavabı doğru cavabdır. 13-cü sual, hadisə nəticə əlaqələrində düzgün verilməyən cavabı müəyyən etmək lazımdır. Ərəblərin köçürmə siyasəti nəticəsində yerli əhalinin torpaqları əlindən alındımı? Bəli. Xürrəmlər hərəkatının yatırılması nəticəsində xilafət zəiflədimi? Bəli. Xilafətin zəifləməsi nəticəsində dövlətçilik ənənələrimiz bərpa olundumu? Bəli. Afşinin xilafətə rəhbərlik etməsi nəticəsində xürrəmlər üsyanı məğlub oldumu? Xeyr. Və doğru cavab dedi. Niyə? Çünki Afşin xilafətə rəhbərlik edə bilməz, çünki o xəlifə deyil. O sadəcə bir sərkərdədir. Və o sərkərdə olaraq xürrəmlər üsyana qarşı mübarizə aparıb və yerli hakimlərin xəyanət nəticəsində Babək əsir alınıbmı? Bəli. Bunda da cavab D olur. Davam edirik. 14-cü sual. 14-cü sualda insanlar hansı əmək alətlərindən daha gec istifadəyə başlamışdır? Baxın, harpun daş dövrüdür. Olmaz. Dəyənək daş dövrüdür. Olmaz. Xış tunc dövrüdür. Kotan, ox və kamanda daş dövrüdür. Burada biz C ilə D arasında qalırıq. Çünki xış əmin 2 tunc dövründədir. Və kitabımızda da qeyd olunub ki, kotanın əcdadı xışdır. O deməkdir ki, kotan xışdan sonra yaranıb. Oradan onu anlamalıyıq. Məsələn, dəmir dövründən deyəlim ki, yadda saxlaya bilərik ki, artıq kotandan istifadə edilirdi. Amma bunu bilmək vacib deyil. Əsas odur ki, %100 kotan xışdan sonra gəlir. Çünki kitabda necə qeyd olunub, kotanın əcdadı xış sayılır. Ona görə də əcdad nə deməkdir? Yəni, o ondan əvvəldir. Dolayısıyla burada xış yox, təbii ki, kotanı götürməliyik. Davam edirik. 15-ci sual.
Səfəvilər dövlətinin paytaxt şəhərlərini istəyir. Birincisi Təbriz olub, ikincisi Qəzvin olub, üçüncüsü də İsfahan olub. Ona görə B cavabı Qəzvin. 16-cı sual mətn sualıdır. İsmailin uğurları Ağqoyunları təşvişə salmışdı. Tezliklə İsmailin üzərinə böyük qoşun göndərildi. Bu xəbəri eşidən İsmail tərəfdarlarına müraciət edərək sizə Gülüstan qalası yoxsa Azərbaycan taxtı lazımdır. Hamının cavabı eyni oldu. Azərbaycan taxtı böyük ruh yüksəkliyi ilə Ağqoyunlar üzərinə hücum etdilər. Buradan nə anlayırıq biz? Şah İsmail Ağqoyunlu qoşunlarını məğlubiyyətə uğratdı. Bu yanlışdır. Bunu öyrətmişik biz sizə. Burada niyə görə yanlışdır? Çünki şah olmaz. Ağqoyunların üzərinə hücum edəndə İsmail hələ ki şah deyil idi. Düzdür, İsmail Ağqoyunları məğlubiyyətə uğradıb, amma orada şah yox, Şeyx İsmail deyilsə daha doğru olardı və şah yanlış olur. O Təbrizi tutandan sonra şah titulu götürüb, bir daha xatırlayaq. 15-ci yüzillikdə Azərbaycanda mövcud olan dövlətlər Səfəvi dövlətinin özləri üçün böyük təhlükə hesab edilirdi. Bu da yanlışdır. Yenə nəyə görə? Çünki 15-ci əsr deyir və sonra da Səfəvilər dövləti deyir. Olmaz. Əgər olsaydı Səfəvilər özləri üçün böyük təhlükə hesab edilirdi, o zaman doğru götürmək olardı, amma belə olanda yanlış olur. İsmail və onun tərəfdarları vətənləri Azərbaycan uğrunda mübarizə apardılar. Bəli, bu doğru cavabdır. Bu belədir həqiqətən. Səfəvilər bütün Azərbaycan torpaqlarını birləşdirməni başa çatdırmalı oldular. Xeyr, hələ indi başlayıblar bu prosesə. Gülüstan qalası Səfəvilər tərəfindən ələ keçirilib. Bu da yanlış. Çünki mətni də oxuyanda anlayırıq ki, burada hələ Gülüstan qalası mühasirəyə alınsa da tutulmur. Çünki o Gülüstan qalasının mühasirəsini dayandırıb Azərbaycanın taxtı, yəni Təbrizə doğru istiqamət alırlar. 17-ci sual. Deməli, dövlətlərə aid olan xüsusiyyətləri cədvəldə rənglənmiş yerlərə uyğun olaraq müəyyən etmək lazımdır. Ağqoyunlu dövləti Səfəvilər dövlətinin 16-cı əsrində nəzərdə almalıyıq. Qaraqoyunlu dövlətini isə 15-ci əsr üçün nəzərdə tutmalıyıq. Deməli, Ağqoyunlu dövləti 1-ə uyğun gəlməlidir. Burada deməli, Şirvanşah Şeyx İbrahimin məğlub edilməsi. Bunu Qaraqoyunlar edib, yəni 3A olmalıdır. Çaldıran döyüşündə məğlub olması bu Səfəvilər dövlətinə aid olmalıdır. Baharlı sülaləsi tərəfindən idarə edilməsi, deməli, bu da Qaraqoyunlu dövlətinə aid olmalıdır. Və Qızılbaşları məğlub olaraq Təbriz şəhərini üzərində hakimiyyətini itirməsi. Bu da təbii ki, Ağqoyunlara aiddir. Süqutu, yəni. Bu da olur, D də gedir 1-ə. Deməli, 1D, 2B, 1D, 2B, 3AC. Yəni, A cavabı doğru cavabdır. 18 yenə sxem sualıdır. Burada deyir ki, paytaxtı Təbriz şəhəri idi. Kürd çayından cənubda yerləşən torpaqları əhatə edirdi. Misir dövləti ilə həmsərhəd idi. Deməli, burada bir neçə dövlətə uyğun gələ bilər. Amma deyir ki, burada demək, nəyi nəzərdə almalıyıq? Nəyi nəzərə almalıyıq? Demək, paytaxtı Təbriz şəhəri idi. Biz burada görürük ki, Ərdəbil hakimliyi ümumiyyətlə dövlət deyil. Bunu çıxırıq birinci növbədə. Və sonra Sacoğlu dövlətinin Təbriz, yox, paytaxtı Marağa Ərdəbil olub, bunu da çıxırıq. Əfşarlar imperiyasının paytaxtı Məşhəd olub, bunu da çıxırıq. Və sonra Bayandurlu dövləti ilə Eldənzilər dövləti arasında qalırıq. Eldənzilər dövləti 12-ci əsrin 30-cu illərində orada hələ yeni yaranıb. Yeri yanandığına görə o Misir Məmlük dövləti ilə həmsərhəd ola bilməz. Xəritəyə də baxsaq onu görərik. Düzdür, Eldənzilərin paytaxtı sonradan Təbriz olsa da. Və ona görə də burada çıxırıq və burada doğru cavab D-dir. Bayandurlu dövləti 15-ci əsrin sonlarında, bəli, bilirik ki, Kürd çayından cənubdakı torpaqları da əhatə edirdi və Misir dövləti ilə həmsərhəd idi, paytaxtda Təbriz idi. 19-cu sual. Baharlı dövləti Eldənzilər dövlətindən fərqli olaraq, yəni Qaraqoyunlu dövləti Eldənzilərdən fərqli olaraq Kürd çayından şimaldakı torpaqlarda meydana gəlmişdi. Kürd çayından şimalda. Xeyr, heç biri Kürddən şimalda yaramayıb. Osmanlı dövləti ilə həmsərhəd olmuşdu. Bəli, doğru cavab zaten budur. Baharlı xəritəsinə baxsaq, Eldənzilərin də xəritəsinə baxsaq, görərik ki, Baharlı bəli Osmanlılarla həmsərhəd olub, amma Eldənzilərin dövründə hələ Osmanlı dövləti deyə bir dövlət yox idi. Digər cavablarda baxsaq, orta əsrlərdə şimal torpaqlarında mövcud olan yeganə dövlət idi. Xeyr, bundan əlavə Şirvanşahlar da olub. Fərq deyil. Şirvanşahları asılı hala salmaq, ikisi də asılı hala salıb, oxşarlıqdır. Bir müddət Azərbaycanı birləşdirmək, bu Eldənizlərin Baharlıdan fərqidir. Ona görə də bu da yanlış cavabdır. Bir daha deyirəm, doğru cavab B-dir. Sonra 20-yə baxsaq, verilmiş dövlətlərdən heç birinə aid olmayan Şirvanşahlar, Sacoğulları və Eldənizlər. Bunlardan deməli heç birinə aid olmamalıdır buradakı cümlələrdən biri. Ağqoyunlu bəyliyi ilə eyni dövrdə mövcud olmaq. Bunu biz Şirvanşahlara götürə bilərik. Şirvanşahların dövründə elə bir bəylik var idi, yəni 15-ci əsrdə. Paytaxtın Ərdəbil şəhəri olması bu Sacoğullara aiddir.
Azərbaycan torpaqlarını vahid dövlət tərkibində birləşdirmək bu Sacoğulları ilə Eldənizlərə aiddir. Araz çayından şimalda yaranmaq bu Şirvanşahlara və Eldənizlərə aiddir. Ərəb xilafətinin süqutu nəticəsində, baxın burada da yenə salmışıq, süqut olmaz. Dolayısıyla doğru cavab burada yedir. Düşünə bilərsiniz ki, Şirvanşahlar Sacoğullarına aiddir, amma süqut olduğuna görə olmaz. Olsaydı əgər Ərəb xilafətinin zəifləməsi, parçalanması nəticəsində o zaman olardı. Amma süqutu nəticəsində olmaz. Bir daha deyirəm, çünki Ərəb xilafəti 13-cü əsrdə süqut eləyib, amma bu dövlətlərimiz 9-da yaranıb. Davam edirik. 21-ci sual. Aşağıda verilmiş fikirlərdən heç birinə aid olmadığı dövləti müəyyən etməliyik. Cənubda İran körfəzinə qədər əhatə edirdi. Bu Ağqoyunlu da ola bilər, bu Qaraqoyunlu da ola bilər, bu Eldənizlər də ola bilər, bu Səfəvilər də ola bilər. Artıq burada cavab çıxır ortaya. Bundan ötürü xəritələri əzbər bilmək lazımdır. Əsası Külvaraz çayları arasında torpaqlarına qoyulmuşdu. Bu zaten Eldənizlərə aiddir. Bu da yenə olmaz. Osmanlı dövləti ilə mübarizə aparmışdı. Ağqoyunlu da aparıb, Səfəvilər də aparıb. Bir daha görürük ki, burada qalan dövlət hansıdır? Heç bir buradakı cümlələrdən heç bir aid olmayan dövlət təbii ki, Sacoğlu dövlətidir. Ona görə cavab yedir. Davam edirik. 22-ci sual klaster sualıdır. Deməli, Osmanlılarla həmsərhəd, Səfəvilər dövlətinə aiddir sual. Yazır ki, paytaxt İsfahan olmuşdur. Daha sonra 3 ifadəni seçməliyik. Osmanlı həmsərhəd olub. Təbriz şəhərini Ağqoyunlar əlindən alıb, amma onda Səfəvilər dövlət olduğu üçün olmaz götürmək. Niyə? Çünki Təbrizi alanda hələ Səfəvilər dövlət deyil idi. Təbrizi alandan sonra dövlətə çevrilib. Bunu da bir daha xatırlayaq. Azərbaycan türk dilinin dövlət dili səviyyəsinin yüksəltməsi. Bu da doğrudur. Şah İsmayılın dövründə. Azərbaycan torpaqlarının ilk dəfə vahid dövlət şəklində olmaz. Bunu sazilər eləyib. Bacılar adlı təşkilat var idi. Qadınlardan ibarət, bəli, var idi. Bunu 14-cü mövzuda biz gördük. Və onun da başçısı kim idi? Şah İsmayılın xanımı olan Taclı bəyin adında demək, onun xanımı və sonraki hökmdarı olan Təhmasib bəyin anası. 1, 3, 5 doğru cavabdır. Sonra 23-ə gəlirik. 23-də Qaraqoyunlu dövləti ilə Ağqoyunlu dövlətinə aid oxşarlıq deyil. Şərqdə Osmanlı dövləti ilə həmsərhəd olmaq. Bəli, doğru cavablardan biri budur. Niyə? Çünki Osmanlı ilə hər iki dövlət həmsərhəd olub, amma şərqdə yox, qərbdə həmsərhəd olub. Oğuz türklərin qurduğu dövlət olması bu oxşarlıqdır. 16-cı yüzillikdə süquta uğraması, bəli, təbii ki, bu oxşarlıq deyil. Bu oxşarlıq deyil. Bunu silməliyik. Bu oxşarlıq deyil. Bizdən zaten oxşarlıq olmayan soruşur. Oxşarlıq olmasın. Niyə? Çünki Qaraqoyunlu 15-ci əsrdə süqut edib, Ağqoyunlu 16-cı əsrdə. Bu aralarında olan fərqdir. Ərazisində Göyçə göl olması bu hər ikisinin arasında olduğuna görə oxşarlıqdır. Götürmək olmaz. Və qalibiyyətli müharibələr nəticəsində yaranıb. Bu da oxşarlıqdır. Hər ikisinə aiddir. Ona görə burada doğru cavab 1 ilə 3-dür. 24 xəritə sualıdır və burada deyir ki, xəritədə cizgilərlə ştrixlənmiş, yəni cizgilərlə işarələnmiş dövlətin tarixi ilə bağlı doğru fikirləri müəyyən edin. Biz xəritələrin diqqətlə hamısına gözü getirsək, görək ki, Ağqoyunlu bəyliyini də burada gördüyümüz üçün, burada Şirvanşahları da gördüyümüz üçün, Osmanlı və Misir Məmlük dövlətini gördüyümüz üçün anlamalıyıq ki, bu xəritədə Baharlı dövləti, yəni Qaraqoyunlu dövləti göstərilmişdir. Baharlı sülaləsi tərəfindən idarə olunurdu, düzdür. Azərbaycan torpaqlarını vahid dövlət halını birləşdirmişdi, səhvdir, olmaz, onlar eləməyib bunu. Təbriz şəhərini 2 dəfə paytaxt etmişdi, xeyr, bunu 2 dəfə rəvvadilər edib. 10-cu əsrdə 4 əsasın 15-ci əsrin ikinci yarısına qoyulması, bu da yanlışdır. Ağqoyunlu dövlətinə aiddir. Qaraqoyunlu dövlətin əsası 15-ci əsrin birinci yarısında qoyulub və Şirvanşahları məğlub edərək bir müddət asılı hala salmışdı. Bu doğrudur. Xatırlayırıq, Qara Yusif Şirvanşah Şeyx İbrahimi məğlub edib bir müddət asılı hala salmışdı. Hətta Şirvanşahı da əsir götürmüşdü. 1-5 burada doğru cavab olur. Və nəhayət 25-ci sual uyğunluq sualı. Deməli, burada biz görürük ki, uyğunluqda nə var? 1. Möminə xatun. 14-cü mövzuya aid sualdır. Möminə xatun, Saray xatun və Canbəyim xatun. Deməli, Bayandurlu dövlətinin siyasi həyatında mühüm rol oynamışdı. Bu təbii ki, Saray xatundur. Ağqoyunlu bəyliyi ilə danışıqlar aparmışdı. Bu, Cahanşahın xanımı olan Canbəyim xatundur. Onun qəbri üzərində tikilən məqbərə Naxçıvanda yerləşir. Təbii ki, bu da Möminə xatun türbəsidir. Eldənizin tapşırığı ilə inşası başlayan, oğlunun dövründə inşası başa çatan və inşası da Memar Əcəmi tərəfindən 12-ci əsrdə Naxçıvanda həyata keçirilən bir türbədən gedir söhbət. Deməli, 1 olur C, 2 olur A,
3 olur B. Beləliklə bugünkü dərsimiz də başa çatmışdı. Sağ olun, salamat qalın.